Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 6-dan 9-a qədər olan tapşırıqları həll eləyəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 12. Doğru fikri doğru smaylıqı ilə, yanlış fikri isə yanlış smaylıqı ilə qeyd et. Nümunələr göstərməklə əsaslandır. Surət və məxrəci cüt ədədlər olan bütün kəsirlər ixtisar olunan kəsirlərdir. Bu düzdür. Məsələn, nümunələr göstərə bilərik. 8-də 4 bərabərdir 2-də 1. İkisini də nə bölürük? 4-ə böləndə belə eləyir. 10-da 4 bərabərdir 5-də 2. İkisini də 2-yə böləndə 5-də 2. 5-də 2 eləyir. İkinciyə baxaq. Surət və məxrəci tək ədədlər olan bütün kəsirlər ixtisar olunmayan kəsirlərdir. Bu səhvdir. Eləyim, məsələn, nümunə göstərə bilərik. 15-də 5 bərabərdir 3-də 1. İxtisar olundu. 9-da 3 bərabərdir 3-də 1. Bu da ixtisar olundu. Surəti cüt və məxrəci tək ədəd olan bütün kəsirlər ixtisar olmayan kəsirlərdir. Bu da səhvdir. Niyə? Məsələn, bir dənə nümunə göstərə bilərik. Məsələn, 15-də 6 bərabərdir 5-də 2. Sadəcə bir dənə nümunə yox, ancaq yəni mən bir nümunə yazdım. Sizdə və ya buna bənzər nümunələr göstərə bilərsiniz. 13. Lalə məktəbdən parka qədər yolun yarısını, yəni 2-də 1 hissəsində, Samir 6-da 2 hissəsini, Aynur isə 9-da 3 hissəsini gedib dayandılar. Kimlərin qət etdikləri yolların uzunluğu eynidir. Lalə yazırsınız damalı dəftər kimi yerdə. Lalə 2-də 1. Nöqtəli vergül. Samir 6-da 2 bərabərdir 3-də 1. Nöqtəli vergül. Aynur 9-da 3 bərabərdir 3-də 1. Deməli, kimlərin qət etdikləri yolun uzunluğu eynidir? Cavab Samir və Aynur. Çünki ikisi də biri 6-da 2-dir, biri 9-da 3. Ancaq ikisini də ixtisar eləndikdə 3-də 1 eləyir. 14. İlxan şəkildəki dairə və kvadratın 4-də 1 hissəsini rənglədi. Onun fikrincə, şəkildəki fiqurların rənglənmiş hissələri bərabərdir. Sizcə, İlxan doğru düşünürmü? Bunu necə izah etmək olar? Deməli, bizə xətlər verib, yəni burada yazır. Biz yaza bilərik ki, bəli, çünki hər ikisi də 4-ə bölünür və bir hissəsi rənglənib. Yəni, ikisi də bərabərdir və axır biri kvadratdır, biri dairədir. Yəni, fərqi yoxdur. İkisində də bir hissəsi rənglənib, 4 hissəyə bölündür. Keçək tapşırıq 15-ə. Yer günəş ətrafında fırlanarkən gün ərzində gecə və gündüz saatları da dəyişir. İyun ayının 22-sində gündüz 16 saat olur. Həmin gün gündüz və gecə saatları günün hansı hissələrini təşkil edər? Uyğun hissələri ixtisar olmayan kəsir şəklində yaz. Gündüz defis 24-də 16 bərabərdir 3-də 2. Gecə 24-də 8 bərabərdir 3-də 1. Gündüz 3-də 2, axşam 3-də 1. Keçək səhifə 7-yə. Kəsirlərin müqayisəsi 1. Verilən təsvirlərə uyğun kəsirləri yaz və müqayisə et. Yazırıq birinciyə. 10-da 6 böyükdür 5-də 2-də. 2-də yazırıq 8-də 7 kiçikdir 4-də 4-dən. 8-də 5 böyükdür 4-də 2-dən. 2. Ədəd oxunda qeyd olunmuş nöqtələrə uyğun kəsirləri yaz və müqayisə et. Birincidə yazırıq 6-da 4 böyükdür 3-də 1. İkincidə 3-də 1 bərabərdir 9-da 3. Üçüncüdə 5-də 2 böyükdür 10-da 3-dən. 3. Kəsirləri müqayisə et. 4-də 1 kiçikdir 8-də 3. 6-da 4 böyükdür 3-də 1. 7-də 2 böyükdür 21-də 5. 9-da 6 bərabərdir 3-də 2. 8-də 5 kiçikdir 16-da 11. 15-də 10 böyükdür 5-də 3. 16-da 12 bərabərdir 4-də 3. 5-də 2 kiçikdir
10'da 6, 12'də 5 böyükdür. 24'də 8, 20'də 16 kiçikdir 5'də 4, 3'də 1 böyükdür. 27'də 8, 18'də 4 bərabərdir 9'da 2. 4. Müqayisənin doğru olması üçün boş xanaları hər hansı bir ədəd yaz. 15'də 9 kiçikdir 5'də 4, 4'də 1 kiçikdir 12'də 5, 6'da 1 bərabərdir 24'də 4, 5'də 3 kiçikdir 10'da 8, 7'də 2 kiçikdir 21'də 7, 8'də 5 böyükdür 40'da 20, 16'da 20 kiçikdir 48'də 8. 5. Dairədəki kəsirdən böyük olanları mavi, kiçik olanları qırmızı, ona bərabər olanları isə yaşıl karandaşla rənglə. A. 7'də A. Həllə yazırsınız. 14'də 4 bərabərdir 7'də 2, 21'də 12 bərabərdir 7'də 4, 42'də 30 bərabərdir 7'də 5. Birincini qırmızı, ikincini yaşıl, üçüncünü mavi rənglə rəngləyirsiniz. B-də 10'da 4 bərabərdir 5'də 2, 5'də 3 bərabərdir 15'də 6, 20'də 12 bərabərdir 5'də 3 yazırsınız əllə və birincini mavi, ikincini qırmızı, üçüncü mavi, dördüncünü isə yaşıl rənglə rəngləyirsiniz. C'də 8'də 6 bərabərdir 16'da 2, 8'də 6 bərabərdir 3, 32'də 24, 24'də 6 bərabərdir 8'də 2, 8'də 6 bərabərdir 40'da 30, 16'da 12 bərabərdir 8'də 6. Birinci qırmızı, ikinci qırmızı, üçüncü mavi, dördüncü yaşıl, beşincini isə mavi rənglə rəngləyirsiniz. Keçək səhifə 8-ə. 6. Kəsirləri müqayisə et. 4'də 1 böyükdür 6'da 1'dən. 7'də 2 kiçikdir 5'də 2'dən. 9'da 6 böyükdür 12'də 6'dan. 10'da 8 böyükdür 13'də 8'dən. 21'də 5 kiçikdir 16'da 5'dən. 23'də 9 kiçikdir 15'də 9'dan. 7. Kəsirlərin sürətlərini bərabərləşdirməklə müqayisə et. 3'də 2 böyükdür 8'də 4'dən. 3'də 2 bərabərdir 6'da 4'ə. 10'da 5 kiçikdir 3'də 1. 3'də 1 bərabərdir 5'də 5. 14'də 6 kiçikdir 5'də 3. 17'də 9 böyükdür 8'də 3. 7'də 2 böyükdür 15'də 4. 7'də 2 bərabərdir 14'də 4. 7'də 4 kiçikdir 19'da 6, 7'də 4 bərabərdir 28'də 16. 8. Kəsirləri sırala. Artan sıraya. 4'də 1 bərabərdir 32'də 32'də 6. Bəli. Ya 32'də 8. Elə deyil 8'ə. 16'da 11 bərabərdir 32'də 22. 3'də 2 bərabərdir 27'də 18. Artan sırayla belə düzürük. 4'də 1, 16'da 11, 32'də 25. B'də 5'də 1, 30'da 13, 15'də 7. Azalan sırayla A'da 9'da 7 bərabərdir 27'də 21 və sırayla düzürük ki 9'da 7, 3'də 2, 27'də 8, B'də 6'da 3, 7'də 3, 11'də 3. Keçək tapşırıq 9'a. Ayı ilin 12'də 7 hissəsini, yarası ilin 6'da 1 hissəsini qış yuxusuna gedir. Hansı heyvan qış yuxusunu ilin yarısından az, hansı isə yarısından çox gedir. 12'də 6 kiçikdir 12'də 7'dən. Ayı yarasadan çox, yarasa yarısından az yatır. Ayı yarısından çox, yarasa yarısından az yatır. Hansı heyvan daha az qış yuxusuna gedir? Ayı yoxsa yarasa? 12'də 6 böyükdür, 6'da 1 cavab yarasa. 10. Samir verilən tapşırıqların 15'də 12 hissəsini, Anar 30'da 27 hissəsini, Lalə isə 6'da 5 hissəsini yerinə yetirdi. Uşaqlardan kim daha çox tapşırıq yerinə yetirdi?
Onları yerinə yetirdikləri tapşırıqların sayına görə çoxdan aza doğru sıralı. Anar, Lalə, Samir. Aynur tapşırıqların 3-2 hissəsini yetirərsə, onun adı sıradan neçənci olar? Deməli, həllə yazırsınız. 15-də 12 bərabərdir 30, 24. 6-da 5 bərabərdir 30-da 25. 3-də 2 bərabərdir 30-da 20. 15-də 12 kiçikdir 6-da 5, kiçikdir 30-da 27. Cavab axırıncı. Keçək səhifə 9. Məxrəcləri bərabər olan kəsirlərin toplanması və çıxılması. Bir, təsvirlərə uyğun gəlib kəsirləri yaz və bu kəsirlərin cəmini tap. 7-də 3 üstə 7-də 2 bərabərdir 7-də 5. İkincidə 5-də 2 üstə 5-də 3 bərabərdir 5-də 5. Üçüncüdə 9-da 4 üstə 9-da 3 bərabərdir 9-da 7. 2 ədəd oxundakı təsvirlərə əsasən boş xanalara uyğun kəsirləri yaz, bu kəsirlərin cəmini tap. Deməli, 8-də 2 boş xana yazırıq. 8-də 6 ədəd oxundakı sonra yazırıq. 8-də 2 üstəyə 8-də 6 bərabərdir 8-də 8. B-də boş xanaya 9-da 8 yazırıq. Cəmə toplamaya yazırıq ki 9-da 5 üstə 9-da 8 bərabərdir 9-da 13. C-də boş xanaya 12-də 10 yazırıq və toplayanda yazırıq. 12-də 2 üstə gəl, 12-də 5 üstə gəl, 12-də 10 bərabərdir 12-də 7. 3. Cəmi tap. 4-də 1 üstə 4-də 2 bərabərdir 4-də 3. 10-da 3 üstə 10-da 6 bərabərdir 10-da 9. 6-da 3 üstə 6-da 1 bərabərdir 6-da 4. 15-də 4 üstə 15-də 7 bərabərdir 15-də 11. 8-də 2 üstə 8-də 1 üstə 8-də 3 bərabərdir 8-də 6. 4. Cəmi tap və ixtisar olmayan kəsir şəklində yaz. 6-da 1 üstə 6-da 2 bərabərdir 6-da 3 bərabərdir 2-də 1. 9-da 2 üstə 9-da 4 bərabərdir 9-da 6 bərabərdir 3-də 2. 10-da 3 üstə 10-da 3 bərabərdir 10-da 6 bərabərdir 5-də 3. 15-də 4 üstə gəl, 15-də 1 üstə gəl, 15-də 4 bərabərdir 15-də 9, o da bərabərdir 5-də 3. 5-də 3. 5. Cəmi 1-ə bərabər olan kəsirləri seç və uyğun misallar yaz. A. Yaza bilərsiniz misallar. 8-də 3 üstə 8-də 5 bərabərdir 8-də 8, o da bərabərdir 1. Bir dənə də yaza bilərsiniz. Məsələn, 8-də 7 üstə 8-də 1 bərabərdir 8-də 8 bərabərdir 1. B-yə yaza bilərsiniz. 10-da 5 üstə 10-da 4 üstə 10-da 1 bərabərdir 10-da 10 bərabərdir 1. Bir dənə də yaza bilərsiniz. Məsələn, 10-da 3 üstə 10-da 4 üstə 10-da 2 üstə 10-da 1 bərabərdir 10-da 10 bərabərdir 1. C-də yaza bilərsiniz. 15-də 8 üstə 15-də 4 üstə 15-də 3 bərabərdir 15-də 15 bərabərdir 1. Bir dənə də yaza bilərsiniz. Məsələn, 15-də 6 üstə 15-də 4 üstə 15-də 3 üstə 15-də 2 bərabərdir 15-də B 15-də 15 bərabərdir 1. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.